Kema qalallahu Teala fi hadisil mirac. İslam Peyğəmbəri miraca gedib və miracın gecəsində Allah öz münacatında Peyğəmbərin mövizə eləyir. Buyurur ki, mənim Peyğəmbərim, İnnə fil cənnəti qəsrən min lulu'afin fawqa lulu'a. Peyğəmbər, cənnətdə bir dənə qəsr var. Qəsr, yəni bir dənə bina, bir dənə şəhər. O qəsrin kərpiclərinin hamısı lölödən mərcandandır. Və durrətin fawqa durrə. Daşlarının da hamısı dürrədəndir. Dürrə çox belə qiymətli olan bir daşlara deyərlər. Allah o qəsri kimlər üçün hazır eləyib, o barədə danışmır. Allah qəsrin içində nələr baş verəcək, onlardan danışır Peyğəmbərə. Leysə fiha qəsəmun və la vəsəlun. O qəsrin çartlaması, partlaması yoxdur. Sabah onun daşları uçar, divarı sökülər, elə şeylər o qəsrdə olmayacaq. Fihəl xəvas. Mənim xüsusi dostlarım o qəsrə yol tapacaqlar. Cənnətə daxil olan insanların hamısını o qəsrə qoymazlar. Cənnətə daxil olan insanların içərisində xüsusi mənim bəndələrim ora yol tapacaqlar. Ənzuru ileyhim, hələ binanı tərif eləyir, qəsri tərif eləyir. Ənzuru ileyhim kullu yu'min səbi'inə mərrə. Peyğəmbər, o adamlar ki, o qəsrə daxil olacaqlar, mən gündə 70 dəfə onlara baxacam. 70 dəfə baxacam, bilirsiniz nə deməkdir? İslam Peyğəmbəri buyurur ki, Allah o gündən ki, bu dünyanı yaradıb, bu günə qədər bir dəfə də olsun dünyaya baxmayıb. Amma o qəsrə daxil olan insanlara buyurur, mən gündə 70 dəfə baxacam. Və tələzzəzu əhlil cənnə bitəami və şirəq. Cənnətdə olan insanlar cənnətin içərisində yeməklə, içməklə ləzzət aparsalar, elə-belə cəmaatdan söhbət gedir də. Yəni, məsələn, məni aparıb Həzrəti İbrahim Peyğəmbərin yanına qoymazlar ki. Elədir, məni hələ qapının astanasına bıraxsalar, mən xoşbəxt olaram.